seçilən xərclər birbaşa xərcə gedir. Amma hər hansı bir ideya olarsa, bu ideya üçün artıq pul xərcləməyə başlayanda təcrübə xərcləri başlayır. Və əgər o ideyanın gələcəkdə innovativ məhsula çevrilərək bazarda lazımlı bir məhsula çevrilməsi şansı çox olarsa, bu həmin məhsulun çəkilən xərcləri kapitallaşdıraraq qeyri-maddi aktivə çevrilməsinə səbəb ola bilir. Yəni onun sirrini. Ona görə biz nə edəcəyik yoldaşlar? Tədqiqat xərcləri birbaşa gedəcək xərcə. Birbaşa gedəcək xərcə. Yəni bu vəsaitindən çıxır, tutalım ki, bizə məsələn, tutalım ki, illik bizim 100.000 tədqiqat xərcimiz var. Bu tədqiqat xərci birbaşa gedəcəkdir xərcə. 731-ə məsələ. Tədqiqat xərci. Qeyd edim ki, bu arada vergi orqanı bu tədqiqat xərcini xərc kimi tanıyır. Yəni, buna məzəli icazə verir. Bir də işin o tərəfi var. Amma təcrübə xərcləri, təcrübə konstruktor məsrəfləri isə nə vaxt olacaq? Bir ideya olduqda, tutalım ki, biz uçan maşın istehsal eləməliyik. Uçan maşının ilk nümunəsinə 300.000 xərc çəkilik. 300.000 xərc çəkilik. Və bu artıq, məsələn, tutalım ki, bu 731-dirsə, bu isə 103-də öz əksini tapacaq. 103-də adı TKI kapitallaşan məsrəf, kapitallaşma kimi yaza bilərik. Və həmin uçan maşın istehsal olunur və ilk nümunəsi demək neynədirsə, ilk nümunəsi artıq sınaqdan keçirilirsə, bu zaman sınaq yaxşı olarsa 103-dən 101-ə ötürülmə baş verir.